Salamlayıram hər kəsi. Mən Mustafa Mehman Bayramoğlu, Şəmkir rayonu Talış kənd sakiniyəm. Mənim bir müraciətim olacaqdır dövlət prezidentimizə. Deməli, mənim evladım Mustafa Fatimə Mehman qızı 2004-cü il təvəllüdlü 1-ci qrup gözdən əlillidir. Evladım 21 yaşında dünyasını dəyişdi. Yəni 2025-ci ilin dekabr ayının 20-sində. Və 1-ci qrup gözdən əlilliyi olduğu üçün biz ona belə deyək, pensiya alırdıq, həm də baxma pulu, dövlət tərəfindən verilən pulu pensiya alırdıq. Amma evladım 1-ci qrup gözdən əlilliyi olmağına baxmayaraq 2025-ci ilin sentyabr ayının 15-dən sonra onkoloji xəstəlikdən belə deyək, əziyyət çəkdi. Çox əfsuslar olsun ki, yəni nə qədər çabalasaq da evladımızı həyatda saxlaya bilmədik. Və 2025-ci ilin dekabr ayının 20-sində rəhmətə gedəndə bunun dekabr ayının ödənişi olan pensiyasını Dövlət Sosial Müdafiə Fondu vurmadı. Dedilər ki, bizə əsas onu önə sürdülər ki, siz atası olaraq Dövlət Sosial Müdafiə Fondu, yəni bizə belə bir məlumat verdi. Atası olaraq siz gedib vərəsəlik çıxartmalısınız. Və vərəsəlik də bilirsiniz ki, 6 ay müddətinə gəlir, yəni cavab gəlir. Yəni mən üzümü buradan cənab prezidentə tutub deyirəm ki, cənab prezident, siz həmişə 1-ci qrup əlillərə və gözdən əlillərə sizin xüsusi bir xidmətiniz, belə qayğınız olur hər zaman o uşaqlara. Bu günlərin biz evladımın sağ qaldığı 20 gün, 22 gün müddətində dekabr ayının pensiyasını Dövlət Sosial Müdafiə Fondu verməkdən imtina eləyir. Ondan imtina eləyir ki, bizi vergiyə cəlb eləmək istəyir ki, get qeydiyyat şöbəsindən ailə tərkibi haqqında araşı götürməlisən, sonra da notariusa getməlisən ki, sən təsdiq elətməlisən ki, sən o uşağın həm atasısan, həm də vərəsəsisən. Yəni mən o demək istəyirəm ki, mən vərəsə deyildimsə də, mən qəyyum kimi ne qeydiyyatda var idim? Devlət verdiyi 120 manatı baxım pulunu mənə verilirdi. Mən onun faktiki olaraq qəyyumuydum, vərəsəsi idim, rəsmi sənətlə. Amma hər yoxlaya da bilərlər. Yaxşı, vərəsəsi böyüdümsə də nəyə görə uşağın ölüm pulunu birbaşa mənim adıma göndərirlər? Heç onda vərəsəlik istəmirlər məndən. Deyə bilərlər ki, sən bunu atassan, get vərəsəlik çıxart, ondan sonra gəl ölüm pulunu götür günə. Yəni, cənab prezident, Dövlət Sosial Müdafiə Fondu mənim evladımın dekabr ayı olan ödənişini ödəmədi. Və ödəməkdən də imtina eləyir hal-hazırda. Məni demək olar ki, ağzımı dağa deyir ki, get bu sənədləri çıxart. Qanun hamı üçünsə, bu qanun hamı üçün olmalıdır. Niyə bir dənə mənim başımda olur, cənab prezident? Çox xahiş edirəm, cənab prezident, bu işlərlə məşğul olun, bizim dərdimizə bir çarə tapın. Biz heç nə istəmirik. Evladımızın dekabr ayı olan ödənişini istəyirik. Biz artıq heç kimə heç nə istəmirik. Evladımız dünyasını dəyişdi. Bəli, yanvar ayından bu il, 26-cı ildən onun ödənişi də dayanır. Amma dekabr ayı üçün, cənab prezident, mənim evladım yaşayıbdır. Yəni 22 günü dünyasını dəyişib, onun 20 günü onun sağ qalan ömrü var. Onu istəyirik biz. Biz, belə deyək də, cənab prezident, bizi, belə deyək, biz insanları sizə tərəf, sizə qarşı çıxartmağa çalışırlar. Yəni biz məcburiyyətdən bu videonu çəkib, cənab prezident, belə sosial şəbəkə ilə sizə çatdırırıq. Yəni ki, bizim başımıza bu oyunu açırlar. Dövlət Sosial Müdafiə Fondu zəng eləmişəm, məlumat almışam, sizə deyədir 20 günü vurulmalıydı, Şəmkir işləməyib sənəti. Ondan sonra dedilər ki, hə, sən vərəsəlik çıxartmalısan. Yenə də deyirəm, mən nəyə görə vərəsəlik çıxartmalıyam? Mən o uşağın rəsmi olaraq atasıyam. Sənətdə, sistemdə də var. Və qəyyumuyam. Mən ona kartım da var. 120 manat baxıb haqqı alırdım. O kart da məndədir. Yaxşı, mən onun vərəsəsi atası deyildimsə də, o pulu mənə niyə vururdu? Sosial Müdafiə Fondu niyə vururdunuz o pulu? Bax, sizə deyirəm. Niyə vururdunuz o pulu?
Çox xahiş edirəm cənab prezident, bu işdən məşğul olun, başınıza dönün. Yəni bizim vallahi biz incidirlər. Dövlət Sosial Müdafiə Fondu məcburiyyətdən bizə bu videonu çəkdirir ki, biz sosial şəbəkə ilə bir eləyək bunu. Çox xahiş edirəm sizdən. Çox xahiş edirəm, bizə dəstək olun. Bu iş barədə bizə kömək edin. Çox sağ olun, Allah köməyiniz olsun.